Salam, hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli bacılarım. Yeni gündən, yeni bir vlog ilə yenə də qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram. Kanalıma və yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Mən də şükürlər olsun yaxşıyam. Çox şükür ki, indi yaxşıyam artıq. Yəni demək olar ki, sağalmışam. Və elə ayağa qalxan kimi keçdim işimin başına. Evinin işləri gözləyirdi məni. Xeyli iş görmüşəm. Ancaq sizin üçün heç nə çəkiliş edə bilmədim. Yəni dünənki gündən danışıram, amma bugün yenə yeni günə başlayarkən dedim bir vlogda başladım. Elə ilk olaraq bu bir marketdən gələn sifarişlərimlə başladım çəkilişi. Keçən vlogda da demişdim sizə qızlar ki, yəni bir marketdən yenə sifarişim var. Onu da gəlsin sizin üçün çəkəcəm və belə bir əşya sifariş etmişəm. Bu, yəni çoxdan da bunu almaq istəyirdim. Paltar suşulkasıdır bu. Yəni paltarları qurutmaq üçün bir əşyadır. Yəni yəqin görən kimi bildiniz. Yəni buna əslində əvvəllər elə də ehtiyac görmürdüm deyə almırdım, amma bu əvvəl niyə görə almırdım? Çünki bilirsiniz bu mətbəx bu il bizdə təmir olunub da, ona qədər bizdə eyvan idi, yəni balkon idi. Paltarları, yəni qış günlərində həmən balkonda salırdım ki, yağış, qar üstünə düşməsin və artıq balkonum olmadığına görə, yəni balkonu mətbəx etmişik də, qurutmağa yerim yoxdur. Ona görə də məcbur olub bu suşulkanı aldım ki, paltarları məsələn qoyub evdə ya hamamda, bizdə hamamda istif oldu və elə burada elə gördüyünüz yerdə bu ayaq altı, ayaq soyulan yer, orada istif oldu, elə ora qoyub məsələn paltarları quruda bilərəm və əlavə olaraq da bir ətir aldım, onu da yenə də keçən vlogda qeyd etmişdim sizə. Gəlinimizin, qardaşımın, yoldaşının ad günü olacaqdı, onun üçün almışdım. Üzr istəyirəm və belə bir təmizləyici vasitə almışam. Bu firmanın reklamları çox çıxır qabağıma. Yəni orada göz qabağında görürəm necə, yəni mükəmməl işlədiyini. Yəni bilmirəm nə dərəcədə düzgündür, amma gördüm ki, hər bir məhsulu çox effektiv təmizləyir də. Ona görə də mən də belə bir yağ çözücüsünü sifariş etdim bir marketdən. Bu yağa qarşıdır. Orada fərqli təmizləyici vasitələr var. Firmanın adı budur, İFAM-dır, nədir, bir tər adı var. İFAM Home məncə belə səslənir. 5 manat neçə qəpik idisə qiyməti. Və sifariş etdim, ilk dəfədir sınayıram, görək necə bir şeydir, işə yarayacaq, yaramayacaq. Onu da videonun ardında, davamında daha doğrusu göstərəcəm sizə. Və belə qızlar, bir marketdən 3 məhsul sifariş vermişdim. Suşulka, ətir, bir də bu təmizləyici vasitə göstərdim sizə. Qiymətlərini, ətirin qiymətini deməyəcəm çünki hədiyyə idi. Suşulkanı isə cəmi 20 manata almışdım. Təmizləyici vasitə də hardasa 5 manat neçə qəpik idi. Və belə qızlar, bir marketdən aldıqlarım bunları idi. İndi isə keçək videonun davamına. Bu çəkilişi, yəni axşamdan başlamışam. O gördüyünüz bir marketi səhər çəkmişdim, amma burada artıq axşamdır. Biraz hazırlıqlar görürəm, çünki sabahsı günü qonaqlarımız olacaqdı. Yoldaşımın əmisigil və bibisgil gələcəkdi rayondan. Gəlmə səbəbləri isə qaynatamın xəstəxanada olmasıdır. Üstü bizə sağlıq, özünü heç yaxşı hiss etmirdi. Xəstəxanaya yerləşdirmişdik və o səbəbdən rayondan qardaşı, bacısı gəlmişdi. Yəni yoldaşımın əmisi, bibisi falan gəlirdilər ona baş çəkməyə, onu ziyarət etməyə və ona görə də onların gəlişinə dedim biraz hazırlıq görüm. Əslində yəni qəfil xəbər tutduq. Axşam əmisi, yoldaşımın əmisi zəng elədi ki, yoldaşıma səhər tezdən sizdəyik, yəni gəlirik. Və yəni gözləmirdik də, biz elə bilirdik ki, bir neçə gün sonra və yaxud evə çıxandan sonra gələrlər. Belə anidən qərar verdilər ki, gəlirik və yoldaşım da mənə gəldi, dedi ki, axşam saat 10-11 olardı ki, bəs sabah əmigil bizdədir, səhər-səhər gələcəklər.
Mən də biraz belə panikaya düşdüm düzü. Çünki axşam saat 10-11 evdə biri var, biri yoxdur. Yəni çatışmayanı aldırmaq üçün o saatlarda da market artıq yaxınlıqdakı market bağlı olur. Açdım buzluqdan baxım ki, görüm nə edə bilərəm. Əlimin altında nələr var. Onlardan nəsə görüm nə hazırlayıram və açdım gördüm ki, bir çəkilmiş bir bişirimlik ətim var. Çıxartdım onu və dedim və buzluğu açanda gördüm ki, orada biber və badımcan, yəni yaydan bağladığım o şeylər var. Dolmalıq biberlə badımcan. Onları da çıxartdım və cəmi 4 dənə pomidorum qalmışdı. Dediyim kimi gecə vaxtı, yəni almaq da imkan olmadı. Demək yox, nə var, ondan hazırlayaq. Yəni elə bilirdim ki, cəmi əmi ilə yoldaşı gələcək də. Yəni 2 nəfər üçün fikirləşirdim yetərlidir, amma sən demə sonra xəbər tutduq ki, yəni gələndən sonra gördüm ki, BBC də gəlmişdi, BBC-nin oğlu da gəlmişdi, yoldaşımın da, yəni yoldaşımın BBC oğlu, yoldaşımın əmisi arvadı və əmisi oğlu gəlmişdi. 5 nəfər gəlmişdilər. Xoş gəlib səfa gətirmişlər bu arada. Çox sevindik, amma prosta belə anidən olanda biraz məni necə deyim, mandraj tutur, çünki istəyirəm ki, rahat-rahat qarşılayım da, yəni ürəyim istədiyim kimi qarşılayım. Evdə hər bir şey olsun əlimin altında. O da gecə olduğuna görə, həm də səhər tezdən gələcəkdilər. Mən elə etməli idim ki, tüm yeməklərim hazır olmalıydı da ki, gəlib səhər. İndi düzdür deyəcəksiniz ki, səhər nə vacibdir ki, yemək olsun. Elə biz də elə düşündük yoldaşımla ki, bəs yoldaşım dedi ki, bəlkə səhər yeməyi seti nəsə hazırlayaq, yoldan gəlirlər, bəs belə. Sonra fikirləşdim ki, yox. Çünki gəlib qayıtmalıydılar onlar. Dedim, neçə müddətdə birinci dəfədir gəlirlər, elə yüngülvari səhər yeməyi ilə yola vermək düzgün deyil də. İndi bizim üçün səhər tezdən olacaq, onlar lap tezdən durub, yol gəliblər neçə saat, onlara demək olar ki, günorta kimi bir şeydir demək olar. Elə yemək hazırlayaq. Elə də etdim, tənbəllik etmədim, durdum, nəyim var çıxartdım ortaya. Dolmalarımı da gördünüz artıq hazırlayıb qoydum. Daha sonra bir toyuq var idi, onu da doğradım, bastırma eləyib qoydum ki, bəs səhər durub ona ya duxovkada tez bazar ya kartuşka ilə hazırlayıram, ya da bastırmalı toyuqdur da, hətta döşəmə plov da hazırlaya bilərəm. Neyse, onu da hazır bastırmasını edib qoydum soyuducuya ki, səhər dilib durub tezdən bir şey edərəm ondan. Daha sonra yenə də buzluqda eşələndim, görüm nə tapıram, qurtdalandım, baxdım ki, yayda yadınıza gəlirsə bu manqal salatı üçün də belə badımcandır, acı biberdir, şirin biberdir, bunları közləyib qoymuşdum buzluğa. Onları da çıxartdım ki, bunlardan bir salat hazırlayayım, manqal salatı və pomidordan da iki dənə saxlamışdım, dolmalıq etdim və 2 dənə də belə pomidor qalmışdı, onları da airfryerdə belə yenə də közlədim ki, manqal salatına vurum və bunda yenə də, yəni hamısı hazır idi da, bildiyiniz kimi buzluqdan çıxardıb tez mikrodalğada buzunu açdım, doğradım, yığdım ora və pomidorları da airfryerdə bişirdim. Onları da doğradım, amma doğrayanda belə suyu çıxırdı. İstəmədim ki, salat çox duru, belə sulu olsun. Pomidorlarının belə suyunu aş süzəndən keçirtdim ki, suyu biraz axsın, getsin. Daha sonra əlavə etdim salatın içinə. Bir tərəfdən özümü bəzən alqışlayıram ki, yaxşı ki, belə yarım fabrikatlar, yəni hazır bir şeylər qoyuram buzluğa ki, mən qəfil belə anlarda əlimdən tutur həqiqətən də. Bəzən deyirəm ki, nəyə lazımdır, qalır orada aylarla, günlərlə yer tutur, zəbt eləyir buzluğu. Amma belə yer, bu məqamlarda da özümə çox sağ ol deyirəm ki, yaxşı ki də etmişəm və yaydan bağladığım şeylər dadıma çatdı. Və yəni məncə yaxşı bir fikirdir ümumiyyətcə, yəni düşünürəm ki, hər
yay edəcəm. Hətta bu manqal salatını ilk dəfə yedə edirdim və xoşuma gəlir. Çox dadlı alınmışdı. Eyni təzə yayda hazırladığımız manqal salatının dadı gəlirdi elə. Və belə badımcandır, bibərdir, pomidor hamısını doğradım. Ardıca da bir baş soğan doğradım. Döydüm salatın içinə. Və elə yadıma düşdü ki, elə buzluğa bir dəstə cəfər də doğrayıb qoymuşdum. Buzluqdan onu da çıxartdım, əlavə etdim. Və manqal salatımız da hazır oldu. Yəni gecə mağazaya getmədən nələrsə bir şeylər çıxartdım axır ki ortaya. Yəni bu hələ ki gecənin çəkilişidir. Burada hazırlıq görürəm. Yəni dedim gecə nə bacarımsa onu hazırlayım. Qalanda səhər durub edərəm. Yəni səhərə elə də bir iş qalmamışdı. Və elə çox işimi axşamdan etdim. Və bir də bundan əlavə bir də paytaxt salatı çox az hazırladım. Onu da kartofunu, yumurtasını, kökünü falan, ətini falan hamısını qaynadıb qoymuşdum. Səhər duran kimi, çünki qaruxu yox idi. Səhər durub onu yoldaşım almalıydı ki, mən onları salatı səhər hazırlayım. Yəni ki, ona görə də bu işimi asanlaşdırdım ki, səhər durub bir dənə tez doğrayıb mayonezini, qaruxunu qatıb hazırlayaram. Belə qızlar, burada da manqal salatına duru yağ da əlavə etdim, duz və istiot. Çünki manqal salatı bilirsiniz, istiotu çox sevir. Ona görə də içində bibər az olduğuna görə biraz da istiot da qatdım. Və bunu da qarışdırıb qoydum soyuducuya, buzluğa deyəcəkdim. Soyuducuya qoydum ki, özünü tutsun, dadı qarışsın bir-birinə səhərə qədər. Və dolmanı da qızlar doldurdum içini, yəni qiyməsini doldurdum. Yığdım tavaya, bişirmədən qoymuşam onu da soyuducuya ki, səhər duran kimi onu da qoyaram üstünə bişsin. Yəni bişirmədən qoymuşam soyuducuya. Və belə, bu da salatım da hazır. Və bununla da işimi tamamlamış oluram. Yəni axşamdan gördüyüm işləri qalır səhərə. Onu da səhər duran kimi etdim. Yəni tez durdum biraz. Elə bir çox işim qalmamışdı. Toyuq bastırmada olduğuna görə bir dənə plovu süzdüm, dəmlədim və salatı doğradım. Daha doğrusu öncə dedim süfrəmi hazırlayayım. Daha sonra tez keçim salatı da doğrayım. Paytaxt salatını da hazırlayım. Birbaşa çəkim süfrəyə qoyum. O da elə, ona qədər də qonaqlarımız gəldi. Sağ olsun, əmsi arvadı da kömək elədi orada. Hətta mənə salatı tamamlamağa, bitirməyə. Və burada da padvaldan, hələ gəlməyiblər burada. Burada da padvaldan biraz belə kompot, mürəbbə falan çıxartdım. Dolmanı da qoymuşam artıq pişməyə. Və plovum da dəmdədir. Elə bu dəmdə də əmigil zəng elədi yoldaşıma ki, artıq demək olar ki, çatırıq. Haradasa bir yarım saata bizdə olacaqdılar. Yoldaşım da getdi onları qarşılamağa. Çünki evi dəqiq tanımırdılar. Və mən də dedim, onlar gəlincəyə qədər süfrəmi tam düzənliyim, iş qalmasın. Saat da burada 9'un yarısı idi. 9'a işləmişdi daha doğrusu. Düzdür, demişlər saat 9'a gələcək. Mən də arxayın durub iş görürəm ki, 9'a hələ gələcəklər. Amma zəng eləyəndən sonraki, əmi zəng eləyəndən sonraki artıq çatırıq. Biraz da təlaşa düşdüm, biraz da qaça-qaça düşdüm və başladım qaça-qaçla. Bir əlimdə telefon, çəkiliş, bir tərəfdə də iş görürəm. Sizi də unutmuram, vlog çəkirəm burada. Orada o birisi gördüyünüz daha öncədən, yəni dünən səhər, yəni qonaqlıq üçün nəzərdə tutmamışdım da, yəni paştet hazırlamışdım uşaqlara. Rulet şəklində yox, belə sadəcə elə, yəni blenderdən keçirtib yığmışdım qaba. Ondan da qoydum. Çox dadlı çıxmışdı. Dedim, olsun süfrədə. Və də sonra belə evdə nə var ondan, turşu falan, dediyim kimi dükana getmək fürsəti olmadığı üçün elə evimizdə dedim nə var, onlardan yığdım süfrəyə. Fürsəti belə ki, səhər də ala bilərdi nə lazımdırsa, amma səhərə qaldı. Yəni elə bir ehtiyac olmadı. Bir tək düyü çatmırdı plovu dəmləmək üçün. Onu qaçdı, yoldaşım aldı. Bir də
Dediyim kimi salat üçün qarıq demişdim almağı. O da qarıq bitmişdi. Qarğıdalı aldı, gətirdi. Salatıma da yəni qarğıdalı vurdum. Başqa bir də çörək falan aldı. Başqa da heç nəyə ehtiyac yox idi. Hamısı var idi evdə. Burada inanın ki tam bitirdikdən sonra bir oh çəkdim. Bir dərin nəfəs aldım ki çatdırdım. Burada da yenə də evdə olan şirniyyatlardan da hazırlayıb öncədən yığdım ki ilk gələn kimi çay verərəm. Yoldan gələn kimi bilirəm ki onlar çay sevəndir. Öncə çay verərəm, daha sonra yeməyə keçərik. Deməyim odur ki istəyirdim ki onlar gələndə necə deyim normal qarşılayım da, ürəyim istədiyim kimi qarşılayım. Düzdür, tam istədiyim olmadı. İstəyərdim ki, belə çeşid-çeşid dadlı-dadlı yeməklər də hazırlayım, əlavə məsələn şirniyyatlar falan da hazırlayım. Amma yəni gecə xəbər tutduğumuza görə bu qədərini bacarmağım yəni normaldır da. Ona həm də çox dəyərli qonaqlarımız idi. Ona görə istəyirdim ki, biraz belə hər şey ən yaxşısı olsun, amma təəssüf ki, belə alındı. Düzdür, qonaq mənim üçün hər bir qonaqdır, hər biri dəyərlidir. Amma bunlar ki, necə deyim, gec-gec gələn qonaq olduğuna görə, ona görə istəyirdim ki, ürəyimcə qarşılayım. Həm də bilirsiniz, bunlar kimdir? Biz vlogu da çəkmişdim, qızlar Göyçaya getmişdik, yoldaşımın əmisigilə. Göyçay vlogu yadınıza gəlirsə, bax, getdiyimiz əmisigil həmən, gələn əmisigil həmən onlardır. Biz yəni ora gedəndə hətta qoyun belə kəsirlər. Siz təsəvvür edin, yəni necə qarşılayırlar da. Bizi ona görə də istəyirdim ürəyimcə qarşılayım, amma təəssüf belə alındı. Eyb yox, yenə də il çox, ay çox ürəyimcə qarşılayaram nə vaxtsa. Hələ ki belə alındı bu dəfə. Və belə qızlar burada artıq gəliblər deyə tam çəkə bilmirəm, az-az kadrlar götürürəm. Burada artıq oturmuşuq, oturublar daha doğrusu, yemək falan yedilər. Üstündən yenə bir çay içdilər. Daha sonra yollandıq qaynatamın yanına, xəstəxanaya və oradan da çıxıb getdilər evlərinə. İndi o kadrı görəcəksiniz getməyimizi, amma burada da bu araya bunu salmışam. Bunu başqa gün çəkmişdim, amma saldım bu araya. Bu dedim, yəqin ki maraqlı olar sizə. Həmən bu dərmanı necə təmizləyir, təmizləmir onu göstərirəm və effektini bir yerdə yoxlayaq. Düzü qızlar, bunu bir dəfə özüm effektini yoxlamışam başqa tavada. Çox gözəl təmizlədi. Amma mənim bu tavam elə ilk gündən ləkəni elə tutub ki, buraxmır da. Heç bir dərman onlara kömək eləmir. O qıraqdan görəcəksiniz, yalandan belə sızıntılar, yağ sızıntıları var. Onlar heç nə ilə getmir də. Dedim, bəlkə bu dərman aparar, o da aparmadı. Amma tavanın altı belə qaralmışdı, çox mükəmməl şəkildə təmizlədi. Necə deyim, mən adətən klar yağ çözücünü istifadə edirəm. Bilirsiniz də bu ovalarda satılan klar var, ucuz. Ondan çox vaxt istifadə edirəm. Bir də Faberlikin və sarı güc falan bunlar da olur. Amma ən çox klar istifadə edirəm. Belə deyək ki, klardan üstün. Hətta deyərdim ki, Faberlik məhsulundan da üstündür təmizliyi. Burada artıq bir 10 dəqiqə gözlətdim. İndi adi maçalka ilə sürtdüm. Xeyli apardı, amma cüzi o tavanın altı ki belə cızıqlı olduğuna görə araları qalmışdı da, onu da mütləq ki sürtmək lazım idi. Amma bundan öncə dəfə tavanın altı düz idi deyə onu edəndə adi bir maçalka ilə sildim, getdi. Heç sürtməyə ehtiyacı olmadı. Yəni mənə görə çox yaxşıdır, çox mükəmməldir. Bu arada qızlar, bu dərmanı istifadə edərkən mütləq əlcəkdən və maskadan istifadə etmək lazımdır. Çünki sərtdir. Həm əllərə ziyandır, həm nəfəsə ziyandır. Ona görə də mütləq etmək lazımdır. Düzdür, mən yenə özüm məsləhət görürəm, amma özüm etməmişəm. Və belə içi də bu tavanın da təmizlədi. Yəni sarı köklü, tomatlı yeməklər falan hazırlayıram deyə canına çəkmişdim. Apardı, amma bu tavanın içinin özünün kraskası da gedir. Gördüyünüz qıraqlar kraskasıdır da, yəni saraltı deyil. O da yavaş-yavaş, yəni işlətdikcə gedir deyə elə bir xoşa gəlməz görüntü yaranır. Deməyim odur ki, razı qaldım. Alaram mı? Alaram bu dərmanı, bu təmizləyici vasitəni bəli bəyəndim. Normal,
Amma yəni deyim sizə ən güclü bir şey axtarıram. Təmizləyici vasitə. Onda ki hələ ki qarşıma çıxmayıb. Pis sayılmaz. Yəni o reklam elədikləri qədər də olmasa, pis də demək olmaz. Yəni qızlar, sizin də ən güclü, yəni təmizləyici vasitəsi önəriniz varsa, zəhmət olmasa şərh bölməsində yazın adını, alın mən də sınayım görüm. Yəni axtarışdayım da hələ ki bu təmizləyici vasitələrin axtarışındayım. Hansı ən çox düzü bu Faberlic-i bəyənirdim. Onu da hiss edirəm ki, bəzən effekti olmur. Ona görə indi hər dəfə yeniləyirəm, axtarıram. İndi bu dəfə bunu sınaqdan keçirtdim. Hələ ki indi bunda dayanmışam. Yəqin ki alaram ardıcıl bundan. Amma yenə də siz də yazın, görün. Hərəsini bir dəfə sınaqdan keçirdim. Hansı sınaqdan keçəcəksəm, daimi onu alıb işlədəcəm. Belə pis deyil. Yəni əsas odur ki, təmizlədi, tavam gül kimi oldu. Ümumiyyətcə bilirsiniz, mənim belə qab, qazan, belə şeylər, takıntım var təmizliyində. Mütləq ki püsürsüz təmiz olmalıdır, ideal vəziyyətdə olmalıdır. Neçə ilin tavasıdır bu, baxın bu, amma necə qalıb tərtəmiz. İçi düzdür, kraskası gedir, yəni o mənlik olan bir şey deyil, keyfiyyətinə görədir. Düzdür, indi bilirəm ki, yazanlar olacaq ki, kraskası gedirsə, gedəndən sonra ziyandır o tavanı işlətmək, amma bu alüminiumdandır da bu tava. Yəni normal alüminium qazan tava istifadə etmirik, elə bir şeydir. Kraskası gedəndən sonra düşünürəm ki, ziyansız istifadə etmək olar. Və belə qızlar, görürsünüz, gül kimi tərtəmiz oldu tavam. İstədim ki, göstərim sizə effektini görəsiniz, necə işə yarayır, yaramır, bilmiş olasınız. Yəni təmizləyici vasitədən danışıram. Və belə qızlar, bu da həmən videonun, bayaq baxdığınız videonun davamıdır. Yeyib içdikdən sonra yollanırıq qaynatamın yanına. Burada da yeməkdən biraz götürmüşəm qaynatam üçün. Düzdür, orada ona pəhriz yeməkləri qoyub, amma hərdən ürəyi istəyir deyə belə yemək də aparırıq. Və burada hələ ki öncə getdik qaynanamı götürdük. Daha sonra yollandıq Vaynsaya. Xəstəxanaya daha doğrusu. Oğlum apardı, gətirdi bizi sağ olsun. Gəldik bura. Atamızı da gördük. Daha sonra qonaqlarımız da getdi öz evlərinə. Biz də öz evimizə. Videom da burada artıq sona yaxınlaşır. Düzdür, bilirəm, indi soruşanlar olacaq ki, indi qaynatan necədir? Qızlar, çox şükür yaxşıdır. Artıq evdədir, çıxıb evdədir. Allah ona uzun ömürlər versin, Allah şəfasını versin. Belə qızlar, videom sona çatdı. Növbəti vlogda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.